Yaz aylarının ən aktual mövzusu polinoz barədə danışacağım. Polinoz zamanı bitki, çiçək, ağac tozluqlarına qarşı olan allerjik reaksiyadır. Burunda sulanma, qaşınma, askırma, bəzi asmalı xəstələrdə boğulma, tənginəfəslik, öskürək tərzində şikayətlər artır. Bu zaman biz xüsusilə nələrə diqqət etməliyik, nələrdən yayınmalıyıq və nələrə əməl etməliyik, bu barədə ətraflı sizə məlumat verəcəm. Polinlər daha çox səhərin erkən saatlarında çox ağırlıq olduğu üçün erkən saatlarında vacib olmadığı təqdirdə çölə çıxmamaq, quru havada, küləkli havalarda məcbur olmadığı halda yenə də çölə çıxmamaq yox, əgər çıxmalıyıqsa güneynəyindən, kepkadan və uzun qollu geyimdən istifadə etmək mütləqdir. Geri gəldiyimiz zaman dərhal geyimimizi çıxarmaq, hər gün duş almaq vacibdir. Xüsusilə erkən saatlarda qapı və pəncərələri qapalı saxlamaq, avtomobilin pəncərəsini qapalı saxlamaq, kondisionerlərdə xüsusilə polen filtrlərindən istifadə etmək məsləhət görülür.